son günlər xüsusilə də Xəzər dənizində seysmoloji aktivlik artıb. Yəni biz ayrı-ayrı günlərdə 1, 2, 3, 5 zəlzələlərin baş verdiyini görürük Xəzər dənizində. Niyə və bundan biz nə başa düşməliyik? Seysmoloji Xidmət Mərkəzinin şöbə müdürü Vüsalə Rafiq qızı bizləndir. Vüsalə xanım, sabahınız xeyir. Sabahınız xeyir olsun. Əvvəla təşəkkür edirik vaxt ayırıb canlı yayımımıza qoşulduğunuz üçün. Biz xüsusilə Xəzərdəki seysmik aktivlik barədə sual vermək istəyirdik sizdən. Son günlərində biz baxırıq saytlara, xəbərlər təqdim olunur, nə bilim, bir gündə 3 zəlzələ, 5 zəlzələ və s. Biz buna nə başa düşməliyik bu Xəzərdəki ardıcıl təkanlarda? İlk olaraq bildirmək istəyirəm ki, Xəzər dənizi Azərbaycanın seysmik aktiv bölgələrindən biridir. Ümumiyyətlə götürdükdə Azərbaycan özü seysmik bölgədə yerləşir. Alt-Himalay qırışıqlığının üzərində yerləşir. Bizim Respublikanın ərazisi və Xəzər dənizində aktiv bölgə olduğuna görə Xəzər dənizində tez-tez belə deyil, magnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır. Son günlər Xəzər dənizində orada çoxlu zəlzələ ocaqları var və yerin təkində proseslər gedir, tektonik proseslər gedir. Həmin tektonik proseslərin nəticəsində zəlzələlər baş verir və aprelin 8-də bilirsiniz ki, Xəzər dənizində magnitudası 5-dən yuxarı zəlzələ qeydə alınmışdı. Azərbaycanın cənub ərazisində hiss olundu, Lənkəranda 3 bal hiss olundu. Və eyni zamanda ayın 12-sində magnitudası 4.6 olan zəlzələ yenə Xəzər dənizində qeydə alındı. Düzdür, magnitudası 5 olan zəlzələ, aprelin 8-də olan zəlzələ sahilyanı zonalarda hiss olundu. Amma digər zəlzələlər suda baş verir və onun quru ərazisinə hər hansı təsiri yoxdur. Yəni deyirsiniz ki, Xəzərdə nə baş verir? Əslində götürəndə seysmik zona üçün belə hadisələrin baş verməyi tam qanuna uyğundur və qeyri-adi heç nə yoxdur. Xəzər dənizi aktiv bölgədir və vaxtaşırı orada belə deyək, zəlzələ ocaqları aktivləşir. Yenə də biz bu aktivləşməni görürük və bu özünü zəlzələlər şəklində gətirib göstərir. Yenə də deyirəm, biz ictimaiyyətə magnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumat veririk. Amma əslində orada nə qədər xırda təkanlar var. Belə deyək, magnitudası 4 və 5 olan zəlzələlərdən sonra çoxlu sayda avtoşoklar qeydə alınmışdır və hər gün demək olar ki, bu xırda təkanlar baş verir. Yəni bundan insanlarımızın hər hansı bir narahatlıq keçirməsinə əsas yoxdur. Birincisi, bu zəlzələlərin quru ərazisinə elə bir təsiri yoxdur və sonra da ki, bu zəlzələlər dağıdıcı zəlzələlər deyil. Əslində, bütün seysmologlarda belə bir fikir var ki, hansısa zonada aktivləşmə gedəndə orada xırda çoxsaylı təkanların olması daha yaxşıdır ki, nəinki güclü dağıdıcı zəlzələlər. Aydındır. Bu yaxınlarda ümidvarıq ki, yəni quruda beləcə hər hansı bir aktivlik gözlənilmir. Hər halda sizdə müəyyən qədər təxmin olur da, yəni proqnozlar olur. Mən bildirmək istəyirəm ki, ümumiyyətlə zəlzələnin proqnozu yoxdur və Xəzər dənizində son günlər baş verən zəlzələlərdən sonra əslində burada insanların narahatçılığına bir əsas yoxdur. Sadəcə olaraq məsələ nədir? İnformasiyanın çoxluğu. Çünki hər il bizdə belə deyək də bu zəlzələlərin qeydə alınmasından bağlı həm texnologiya inkişaf edir, həm yeni tətbiqi proqramların sahəsində biz çox belə deyək ən həssas dalğaları qeydə alırıq və magnitudası 3-dən yuxarı olan bütün zəlzələlər ictimaiyyətə çatdırıldığına görə insanlarda belə bir daha çox bu sahəyə aid olmayan insanlarda belə bir fikir yaranır ki, bu məlumatlar niyə çoxdur, yəni nəsə baş mı verir? Əslində heç nə baş vermir, bu həmişə baş verib. Sadəcə olaraq indi belə deyək də, cihazlar daha həssasdır, biz daha yaxşı texnologiyalardan istifadə edirik və ümumi qanuna uyğun olaraq 3-dən yuxarıda ictimaiyyəti, yəni magnitudası 3-dən yuxarı olan təkanlar haqqında da ictimaiyyəti məlumatlandırırıq. Qaldı ki, quru ərazilərdəki vəziyyətdə ümumiyyətlə Azərbaycan seysmogen zonadır və heç kəs deyə bilməz ki, zəlzələ olacaq, heç kəs deyə bilməz ki, zəlzələ olmayacaq. Zəlzələnin dəqiq proqnozu yoxdur. Bu tək Azərbaycan üçün deyil, bir mənalı dünya üçün belədir.
seismik bölgələrdə vaxtaşırı maqnitudası 3-dən yuxarı olan, bəzən zəif hiss olunan, bəzən hiss olunan zəlzələlər ola bilir. Və yenə də deyirəm, heç kəs bir mənalı şəkildə deyə bilməz ki, zəlzələ olacaq, yaxud olmayacaq, çünki zəlzələnin proqnozu yoxdur. Amma belə xırda təkanlar olduqda belə insanlarımız buna təmkinlə yanaşmalıdırlar. Çünki bu xırda təkanların hər hansı belə deyək, nə texnoloji baxımından, nə insan həyatı baxımından hər hansı bir təsiri yoxdur. Vüsal xanım, mən sizə təşəkkür edirəm. Çox sağ olun. Həm açıqlamalar verdiniz, həm bizi məlumatlandırdınız, həm də bəlkə narahatlığı olan var isə onları da biraz belə desək rahatlaşdırmış olduq. Çox sağ olun. Siz sağ olun, sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız var idi. Deməli, Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiq qızı bizlə idi. Biz ümumiyyətlə bu Xəzər dənizindəki aktivliklərdən yola çıxaraq bizi nələr gözləyir bir qədər bundan danışmış olduq. Bir daha təşəkkür edirik Vüsalə xanıma.